Dadlı və Asan kanalıma xoş gəldiniz. Bugün qədim yaşayış məskənlərimizdən olan gözəl Balakənimizə xas halva hazırladım. Sizinlə də bölüşmək istədim. Balakənlilər halvanı həm toy, həm də yas məclisləri üçün hazırlayırlar. Bir qıza nişan apararkən xonçaların içərisində mütləq şəkildə halva da olmalıdır. Bir qız ərə gedirsə, özü ilə şirinlik aparsın deyə mütləq şəkildə bəzədilmiş halva da aparmalıdır. Adətdəndir ki, toy günü halva doğranılaraq toy əhlinə paylanılmalıdır. Hər kəs qismətinə düşən dilimi sonuna kimi yeməlidir. Halva evlərə pay kimi çəkilməz. Çünki getdiyi evdə qabaqdan qalar, itə pişiyə atıla bilər. Belə olduqda isə gəlin getdiyi evdə qaynana ilə dolanmaz. Halva haqqında məlumat məndən bu qədər. Əgər əlavələriniz olarsa sevə-sevə oxuyaram. Beləliklə, halvanın hazırlanması üçün 1 kiloqram kərə yağını qazana əlavə edib əritdim. Siz ağız dadınıza uyğun olaraq istənilən yağdan istifadə edə bilərsiniz. Mən ankor yağından istifadə etdim. Əritdikdən sonra cəmsi 100 qram əskilmə oldu. Kərə yağını əritməyi yəqin ki, çoxlarınız bilir. Bilməyənlər üçün mən söyləyim. Yağı qazana əlavə etdikdən sonra qazanı orta dərəcədə ocağın üzərinə yerləşdirdim. Ara sıra qarışdırdım ki, dibi yapışmasın. Qeyd edim ki, yağı nəzarətsiz qoymaq olmaz. Əks halda qaynağa düşən zaman daşa bilər. Bir müddətdən sonra üzərinə gördüyünüz kimi ağ köpük yığılacaq. Tədricən köpük parçalanaraq itməyə başlayacaq. Köpük tamamilə qazanın dibinə çökdükdə, yağınız durulanıb qazanın dibi göründükdə, deməli artıq yağımız dağ olub. Qazanı ocağın üzərindən götürmək lazımdır. Mən də belə etdim. Daha sonra süzgəncin köməkliyi ilə yağı süzdüm. Süzmüş olduğum yağı halvanı bişirəcəyim qaba əlavə etdim. Üzərinə 1 kiloqram 200 qram unu ələyin gözündən keçirərək əlavə etdim. Qeyd edim ki, çalışın ki, ağ və keyfiyyətli undan istifadə edin. Belə olduqda hazırlamış olduğunuz halva çox dadlı və gözəl görünüşlə alınacaq. Duz əlavə etməyi unutmayın. Mən də bir çimdik duz əlavə etdim. Daha sonra qazanı orta dərəcədə ocağın üzərinə yerləşdirib taxta qaşıqla qarışdırmağa başladım. Taxta qaşığı xüsusilə vurğuladım. Çünki halva mütləq taxta qaşıqla qarışdırılar. Beləliklə, gördüyünüz şəkildə tam 50 dəqiqə mən halvanı qovurdum. İlk əvvəl yağın içərisində un topaları görəcəksiniz. Bu sizi narahat etməsin. Tədricən bütün topalar əriyərək yağın içərisində tam şəkildə həll olur. Onda qeyd edim ki, halvanın rənginin daha tünd olmasını istəyirsinizsə, qovurma müddətini uzada bilərsiniz. Ancaq Balakən üsulu halvanın əsas özəlliklərindən biri də odur ki, halvanın rəngi mütləq şəkildə açıq alınmalıdır. Əgər daha tünd halva alınarsa, bu artıq Balakən halvası deyil, Zaqatala halvası olacaq. Halvanın tam şəkildə bişdiyini nədən bildim? Tədricən taxta qaşıqla halvanı qarışdırmaq daha rahat olur. Əmin olmaq üçün çay qaşığı ilə azacıq halvadan götürdüm. Üzərinə soyuq su əlavə etdim. Çırtıltılı səs əmələ gəldi. Deməli, halva tam şəkildə bişib. Qazanı ocağın üzərindən götürdüm. Halva soyunmamış, elə qaynar içərisinə şəkər tozu əlavə etdim. Qeyd edim ki, təqdim etmiş olduğum reseptə əsasən mən 1 kiloqram şəkər tozundan istifadə etdim. Əgər şirinliyi daha çox sevirsinizsə, siz 1 kiloqram yarım da şəkər tozundan istifadə edə bilərsiniz. Ancaq şəkər tozu seçərkən ehtiyatlı olun. Dənəvər şəkər tozu seçmək olmaz. Nə qədər xırda ölçülü şəkər tozundan istifadə edərsinizsə, halvanız bir o qədər də hamar alınar. Mən düşünürəm ki, bir daha hazırlasam, şəkər tozu deyil, şəkər pudrasından istifadə edəcəm. Şəkər tozu halvanın içərisində tam şəkildə həll olduqdan sonra halvanı qablara əlavə etdim. Soyuduqdan sonra daha rahat şəkildə doğrayıb qabların içərisindən halvanı götürmək üçün qabların içərisinə azacıq şəkər tozu da əlavə etdim. Onda qeyd edim ki, siz polietilen paketlərdən istifadə edərsinizsə, işinizi daha da rahatlaşdırmış olarsınız. Halvanı qablara əlavə etdikdən sonra qabları iki tərəfdən tutaraq sirkələyin və otaq temperaturunda soyuması üçün gözlədin. 1-2 saat müddətinə halvanız tam şəkildə hazır olacaq. Gördüyünüz kimi 2 qab halva alındı. Halvanın birini ilıq şəkildə doğradım, digərini isə tam şəkildə soyuduqdan sonra doğradım. Birini bəzəklədim, digərini sadə saxladım. Allahdan hər birinizin evinizə ancaq şadlıqlar arzu edirəm. Hər zaman şadlıqlar üçün belə gözəl dadlı halvalar hazırlayasınız. Beləliklə, bugün də sizə gözəl Balakənimizə xas olan dadlı halva resepti təqdim etdim. Bu gözəl resepti sevə-sevə mənə təqdim edən Balakənli Aynura xanıma da xüsusilə təşəkkürümü bildirirəm. Beləliklə, bugün də sizə faydalı məlumat verə bildimsə, kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı, bəyəndinizsə, bəyən işarəsinə vurmağı unutmayın. Allaha əmanət olun.